İsveç'in sakit meşələri arasında gizlənən bir kənd var. Stendalen. Bir zamanlar bu kənd yaşayırdı. Zavodlar işləyirdi, insanlar gələcəyə inanırdı. Amma sənaye çökəndə hər şey susdu. İş yox oldu, ümid yox oldu. Və sonra qaranlıq hadisələr başladı. Deyilənə görə burada qətllər baş verib, heyvanlar, itlər ölü tapılıb. Heç kim səbəbini izah edə bilmədi. Amma hamı eyni şey dedi. Bu yer lənətlənib. İnsanlar buranı tələsik tərk etdilər. Heç kim özü ilə heç nə aparmaq istəmədi. Çünki onlar inanırdılar ki, burada olan hər şey bədbəxtlik gətirir. Bugün isə Stendalenin o biri tərəfində cəmi 450 nəfər yaşayır. Yollar hələ də qardan təmizlənir, həyat davam edir kimi görünür. Amma insanlar bir şey deyir. Bura hələ qaranlıqdır.